İsmət Qayıbov 1942-ci ildə Gəncədə anadan olub. Orta təhsilini şəhərimizin qocaman təhsil ocaqlarından olan, hazırda onun adını daşıyan bir nömrəli məktəbdə alıb. Dünən həmin məktəbdə müəllimlər və şagirdlər hər il olduğu kimi onun xatirəsini yad etdilər. Çıxış edənlər İsmət Qayıbovun keçdiyi həyat yoluna bir daha nəzər saldı. Qeyd olundu ki, o 1971-ci ildən Respublika prokurorluq orqanlarına qəbul edilib. Gənc vaxtlarında İsmayılıda, Əli Bayramında prokuror, Bakıda isə şöbə rəisi işləyib. Sonralar 1990-cı ildən Qayıbov ömrünün sonuna dək Ali Sovetin deputatı, Prezident yanında Milli Təhlükəsizlik Şurasının üzvü, Azərbaycanın baş prokuroru, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri olub. Təəssüflər olsun ki, 11 il keçməsinə baxmayaraq, vertolyot qəzası barəsində bugün də dəqiq dürüst məlumat yoxdur. Həmin dövrdə Rusiya tərəfinin qara qutunu Moskvaya aparması və heç bir informasiyanın verilməməsi hələ də müəmmalı olaraq qalır. İsmət Qayıbov açıq deyək ki, erməni faşistlərlə bərabər öz daxilimizdə olan daxili düşmənlərin hesabına nəinki İsmət Qayıbov, Tofiq İsmailov, Məmməd Əsədov və s. həlak oldu getdi. Maya bir sayılı Pilot Orta Məktəbinin şagirdləri onları daimi yadlarında saxlayırlar və saxlayacaqlar. Bizim məktəb fəxr edir ki, belə bir şəhid oğlunun adını daşıyır. Amma buna baxmayaraq, şagirdlərimiz elə məktəbə qədəm qoyan günü biz birinci sinifləri İsmət Qayıbovun muzeyinə aparırıq və onunla tanış edirik. İsmət Qayıbov həmişə işinə vicdanla yanaşaraq, xidməti vəzifəsini nümunəvi olaraq yerinə yetirib. Məhz buna görə də bir neçə dəfə dövlət mükafatlarına layiq görülür. O hər zaman qorxmaz, ədalətli, vətənini sevən bir insan kimi xalqın qəlbində əbədi yaşayacaq. Ceyhun Səfərov, Mir Yunus Seyidzadə, Xəbər Biliyor.